Salam hörmətli abituriyentlər. Bugün 2025 test toplusu isbat məsələlərinə baxacaq. Hər kəsə uğurlar. İlk suallardan başlayaq. Birinci sualda isbat edin ki, x plus n vurğu, x kvar plus bx plus c və x kvar plus dx plus y cühəsinin ortaq vurğu olarsa, n ifadəsi y minus c, d minus b olar. Birinci isbatımız. Əvvəlcə x kvadratı plus bx plus c ifadəsinin vurğularından biri x plus n olması o deməkdir ki, digər vurğu nədir bilmirik. Bu mötərizənin içini sıfıra yetirən x-in mənfi n qiymətidir. Bu o deməkdir ki, burada x-in yerinə mənfi n yazanda bu ifadə sıfıra bərabər olur. O zaman x-in yerinə mənfi n yazsaq, mənfi n kvadratı üstə gəldi. B vurulsun mənfi n plus c bərabərdir 0. Və yaxud n kvadratı çıxılsın bn plus c bərabərdir 0 olur. Eyni ifadəni biz digərində də nəzərə alsaq, yəni x kvadratı plus dx plus y ifadəsinin vurğularından biri də x plus n olduğu üçün x-in yerinə mənfi n yazsaq, mənfi n kvadratı müsbət n kvadrat elər. D-ni mənfi n-ə vuranda mənfi dn verəcək bizə. Y-nin də yerinə elə olduğu kimi y-ni yazacağım. Bərabərdir 0. Və bu ifadənin tərəf-tərəfə çıxanda bunlar islaha gedər. Mənfi bn çıx mənfi dn-ə dəyəndə plus dn olacaq. Plus c çıx y. Bərabərdir 0. Və ilk ikisindən n-i ortaq vuruq çıxarsaq d çıxılsın b. Bu c minus y-ni də sağa keçəndə y sağda müsbət olacaq, c sağda mənfi olacaq. Buradan da n-i tapanda y minus c bölünsün d minus b. N-in qiyməti buna bərabər oldu. İsbat olundu. İkinci suala baxaq. İkinci sualda a böl b plus c böl d bərabər 1 olarsa, a böl b-nin kvadratı üstə gəl c böl d bərabərdir. C böl d-nin kvadratı plus a böl b-yə bərabər olduğunu ispat edin. Bu ifadənin bərabərliyin soluna, bu ifadənin isə sağına keçirsək, onda a böl b kvadratı çıx c böl d kvadratı bərabərdir. A böl b bu sağa keçəndə çıxılsın c böl d olacaq. Sol kvadratlar fərqinin düsturuna görə a böl b çıxılsın c bölünsün d və a bölünsün b plus c bölünsün d şəklində yazacağım. Sağ tərəfdə də a böl b çıx c böl d olacaq. Burada bizə a böl b plus c böl d-nin 1 olduğunu veribsə, bunun yerinə 1 nəzərə alsaq, onda bərabərlik alarıq. A böl b çıx c böl d bərabərdir. A böl b çıx c böl d. Belə bir bərabərlik alarıq. Bu da doğru çıxır. Növbəti üçüncü sualımıza baxaq. Üçüncü sualda a müsbət, b müsbət, c müsbətdir deyir və bizə a plus b, b plus c, c plus d-nin böyük bərabərdir 8 abc olduğunu ispat edin deyir. Bunun isbatı üçün əvvəlcə a, b, c müsbətdirsə, Koş teoreminə görə 2 müsbət ədədinin cəmi böyük bərabər idi 2 kök altı bunların hasilindən. B plus c böyük bərabərdir 2 kök altında bc-dən. C plus d böyük bərabərdir 2 kök altında cd-dən. Və bu bərabərsizlikləri tərəf-tərəfə işarələri müsbət olduğunu bildiyimiz üçün vurub işarənin olduğu kimi saxlasaq, a plus b, b plus c, c plus d böyük bərabərdir. Bu 3, 2 bir-birinə vurulanda 8 kökün altında a kvadratı, b kvadratı, c kvadratı. Buradan da təkrar bir də yazsaq a plus b, b plus c, c plus d böyük bərabərdir 8. ABC kvadratlarından modulda ABC çıxar və bizə şərtdə ABC-nin müsbət olduğunu verdiyi üçün modulun daxili müsbətdirsə, olduğu kimi çıxdığı üçün burada böyük bərabərdir 8 ABC yaza bilərik. Yaxud buradan modulu silə bilərik. O zaman bu ifadə isbat olunmuş oldu.
Dördüncüyə baxaq. Dördüncü sualda AN və BN ədədi silsilələri üçün o zaman AN ədəd silsiləsi A1 plus D1 vurulsun N çıx 1. BN də ədədi silsilə olduğu üçün BN-ə də B1 plus D vurulsun N minus 1 desək. CN-in bərabərdir 2AN çıx 3BN-in ardıcılığın ədəd silsilə olduğunu ispat edin. Ümumiyyətcə 2. AN deyəndə AN ifadəsini biz 2-yə vurmalıyıq. Yəni bu ifadəni 2-yə vursaq 2A1 üstə gəl 2D1 vurulsun N çıx 1 alınır. Çıx 3. BN-in yerinə bu ifadəni nəzərə alsaq 3 vurulsun B1 çıxılsın 3 vurulsun D2 N çıx 1. Belə bir misal alırıq. Buradan bu D2'dir. Bu D1, D2 deyək. Və yaxud buna da D1 deyə bilərik və yaxud D2 deyə bilərik. Fərqli bir D'lər olsun. Əsas məsələ odur. Buradakı 2A1 ilə 3B1'ə 2A1 plus 3B1 yazacağım. Buradan D1, D2 anlayışları var ki, N-1'i ortaq vuruq çıxarda bilərik. Hər birində N-1 var. N-1 vurulsun 2D1 çıx 3D2 alınır. Və Cn ifadəsindəki bu ifadəyə biz C1 anlayış desək, bu ifadəyə də bir dənə D desək, onda Cn C1 üstə gəl D vurulsun N-1 oldu ki, bu da ədədi silsilənin düsturu idi. 5-ci sual. ABCD düz xətlərinin perpendikulyar olduğunu ispat edin. A və B düz xətlərinin, üzr istəyirəm, A və B düz xətlərinin perpendikulyar olduğunu. A düz xətdir, bu düz xətdir, B düz xətdir, bu düz xətdir. Əvvəlcə bura 45 dərəcədirsə, bu bucağın 45 dərəcə olduğu məlum məsələdir, qarşılıqlı bucaqlar olduğu üçün. Burada 95 dərəcədir, burada 40 dərəcədir. O zaman biz bu bucağı tapa bilərik. Burada gördüyümüz bu bucağı 180-dən bu 95 ilə 40-ın cəmi 135-i çıxmaqla bu da 45 edər. Bu bucaq 45-dirsə, bu bucaq da 45-dir. Onda bu üçüncü bucağa alfa bucağı desək, həmin o alfa bucağını tapmaq üçün 180-dən bu 2,45-in cəmi 90-ı çıxmaq lazımdır ki, bu da 90 olur. Və biz ispat eləmiş oluruq ki, A bucağı B bucağına perpendikulyardır. Bucaq 90 dərəcə olduğu üçün. Növbəti sualımıza baxaq buradan. 6-cı sualda ABCD dördbucaqlısında AB CD-yə paraleldir və bərabərdir. AB CD-yə bərabərdir. AD də BC-yə bərabərdir. BY və DF uyğun olaraq ABC və ADC bucaqlarının tənbölənləridir. ABY və CDF üçbucaqlarının konkret olduqlarını ispat edin. Birincisi, qarşı tərəfləri bir-birinə bərabər olan dördbucaqlıya biz parallelogram demişik. Bu fiqurun parallelogram olduğu məlumdur. Bu şərtə əsasən. Tənbölən olduğu üçün bu bucaq alfa, bu bucaq alfa, burada alfa, burada alfa olacaq. Paralleloqramın qarşı bucaqları bərabər olduğu üçün. Və ABY üçbucağındakı bu hissəyə x desək, bu hissədə x olacaq. Və bu bucağa biz bir dənə beta bucağı desək, buradakı BACD və yaxud daxili çarpaz bucaqlara görə bu bucaqda beta olacaq. Onda üçüncü bucağa gamma desək, burada üçüncü bucaqda gamma olacaq. Fikir verirsinizsə, burada gammanın qarşısında duran tərəf x-dir, burada da gammanın qarşısında duran tərəf x-dir. O zaman alfanın qarşısında duran bu tərəfə AF-ə y desək, burada gammanın qarşısında, alfanın qarşısında duran bu da y olar və betanın qarşısındakı bir c olsa, burada betanın qarşısındakı c olar. Bunu sinuslar teoremindən və yaxud üçbucaqların oxşarlığından deyib qeyd eləmək olar. Biz də ispat elədik ki, bu üçbucağın üç tərəfi bu üçbucağın üç tərəfinə bərabərdir və bunlar konkretdir. 7-ci sualda AOB bucağının tənböləni olarsa OD bərabərdir OF olduğunu ispat edin. Deməli, buradakı bu bucaq tənböləndir. Alfa alfadır və OD-nin OF-ə bərabər olduğunu. İlk öncə biz OYF üçbucağına baxsaq, OYF üçbucağında bu bucağın
istifadə eləyəcəyik. Deməli, bu bucağın kosinusundan. Deyəcəyik ki, kosinus alfa bərabərdir. Bu alfaya bitişik katet olan o f'in, daha doğrusu o y'nin hipotenuza nisbəti, hipotenuzda o f'dir. 90'ın qarşısında duran o f'dir. Bir də digər buradakı dy o üçbucağına baxsaq, dy o üçbucağının bucağı kosinusuna bir daha təkrar baxsaq, bitişik katet olan o d'nin hipotenuz olan, daha doğrusu bitişik katet OD değil, bitişik katet alfaya bitişik katet OY'dir. OY'nin hipotenuz 90'ın qarşısındakı OD'ye nisbəti. Və bunlar bir-birinə kosinus alfalar eyni olduğu üçün OY bölünsün OF, OY bölünsün OD olduğu üçün iki kəsirin surətləri eynidirsə, məxrəcləri də bir-birinə bərabər olmalıdır. Yəni OF OD-yə bərabərdir. Bu bir isbat növüdür. Digər isbat növündə isə biz belə bir xassətdən də istifadə edə bilərik. DOA üçbucağına fikir versəz, bu üçbucaqda bu təpədən çəkilən OY şərtdə deyir ki, tənböləndir. Alfa alfa. Həm də tənbölən olduğu üçün burada bu çəkilən düz xətt həm də hündürlükdür. Yəni OY həm də DF tərəfindən çəkilən O təpəsindən çəkilən hündürlükdür. Deməli, bir üçbucaqda təpədən çəkilən hündürlük həm tənböləndirsə, həm də median olacaqdır və bu yalnız və yalnız bərabər yanlı üçbucaqda olacaqdır. Və bərabər yanlı üçbucaqda da bərabər tərəflərin birləşdiyi təpədən çəkilən tənbölən həm median, həm hündürlükdür. O zaman bərabər tərəflərin birləşdiyi təpə O olduğu üçün bərabər tərəflər də OD və OF olacaq. Bu da bir isbat növümüzdür. 8-ci suala baxaq. 8-ci sualda İspat edin ki, üçbucağın xarici bucağının tənböləni onun tərəflərinə paraleldirsə, bu üçbucaqlar bərabər yanlıdır. Deməli, əgər bu xarici bucağın tənböləni alfa, alfa desək, burada daxili çarpaz bucaqlara görə bu bucağımız da alfa olacaq və bu alfa, bu düz xəttdə paralel olduğu üçün, uyğun bucaqlar olduğu üçün burada alfa olacaq. Və biz ispat elədik ki, bu üçbucaq bərabər yanlı üçbucaqdır. Bu bir ispat növü. İkinci ispat növü, bu bucağa alfa desək və bu düz xətt bura paraleldirsə, bu bucağa da alfa desək, bu üçbucağın daxili bucağı ümumi açıq bucaq olduğu üçün 180 minus 2 alfadır. Bu bucaq aya da x desək, x-i tapmaq üçün 180-dən digər iki daxili bucağın cəmi çıxılmalıdır. Yəni 180-dən 180 minus 2 alfa ilə alfanın cəmi çıxılmalıdır və yaxud bu 180 çıxılsın, 180 minus alfa olur ki, bu da bizə mötərizə açılanda alfanı verir. Və biz artıq ikinci sonunda ispat elədik ki, bu üçbucaqlar bərabər yanlı üçbucaqlardır. 9-cu sualda bucağın tənbələni üzərində götürülmüş nöqtədən bucağın tərəfinə endirilmiş perpendikularların bərabər olduğunu ispat edin. Deməli, bu bucağa alfa, bu bucağa alfa desək, biz bucağın sinusunu tapsaq O, N, M üçbucağı üçün. Bu üçbucaqda bucağın sinusu bu bucağın qarşısındakı katet olan N, M'in hipotenuz 90'ın qarşısındakı O, N'ə nisbətidir. Bir də bu digər K, N, O üçbucağına fikir versəz, K, N, O üçbucağı üçün bu bucağın yenə də sinusunu tapacağım. Sinus alfa bərabərdir. Qarşıdakı katet olan K, N'in hipotenuza nisbəti, yəni O, N'ə nisbəti. Alfalar eyni olduğu üçün N bölünsün O, N bərabərdir. K, N bölünsün O, N olacaq. İki kəsir bərabər və bunların məxrəcləri də bərabərdirsə, o zaman surətləri də bir-birinə bərabərdir. Yəni NM və yaxud MN, KN və yaxud NK-ya bərabər olacaq uşaqlar. 10-cu sualda deməli ABC düzbucaqlı üçbucağın daxilində YFKD kvadratı çəkilmişdir. İspat edin ki, bu fiqurun sahəsi AF vur KB-dir. AF vur KB-dir. Əvvəlcə bu kvadratın tərəflərinə x desək, kvadratın sahəsi x-in kvadratıdır. Bu məlum məsələ. İkincisi, bu kvadrat olduğu üçün bu bucaq 90, bu bucaq 90'dır və biz bu bucağa bir alfa bucağı deyək. 90, bura alfa, burada betadır. Və qəbul edək ki, alfa ilə betanın cəmi
90 dərəcəli. Və indi ACB üçbucağı üçün bu bucaq 90, bir bucaq alfadırsa, məlum məsələdir ki, bucaq A ilə, yəni alfa bucağı ilə bucaq B-nin cəmi 90 dərəcə olmalıdır. O zaman bucaq B-yə də biz məcbur beta deyəcəyik. Çünki alfa plus beta 90 dərəcədir. Və 90 burada beta olduğu üçün bu bucaqda artıq alfa olmalıdır ki, yəni bu bucaq D ilə bucaq B-nin cəmi 90 dərəcəyə bərabər olsun. İndi üçbucaq A, Y, F üçbucağına fikir versəz, bir də üçbucaq D, K, B üçbucağına fikir versəz, bu üçbucaqlar oxşardır. Oxşarlıqdan istifadə edib deyəcək ki, AF, BY üçbucağında alfanın qarşısında duran x-in keçəcək digər üçbucağa D, K, B-yə, alfanın qarşısında duran K, B-yə nisbəti bərabərdir. Digər üçbucaqda betanın qarşısında duran A, F'in keçirik yenə D, K, B-yə, betanın qarşısında duran x-a nisbəti. Və biz bu ifadəni çarpaz vursaq, x kvadratının A, F vurulsun K, B-yə bərabər olduğunu ispat elədik. Yəni, x kvadratı bərabərdir A, F vurulsun K, B. Bizdən də YFKD-nin, yəni həmin sahənin AFKB olduğunu ispat edin deyildi. Növbəti 11-ci sualda üçbucağın iki medianı bərabərdirsə, bu üçbucağın bərabər yanlı üçbucaq olduğunu ispat edin. Deməli uşaqlar, bu ispat növünün iki üsulla isbatını verə bilərik biz. Əvvəlcə C nöqtəsindən üçbucağın ikinci medianını, üçüncü medianını çəksək, medianlar bir nöqtədə kəsişir və medianlar kəsişmə nöqtəsindən 2-nin 1-ə, təpədən başlayaraq 2-nin 1-ə nisbətində ayrıldığı üçün 2x deyəcəm. Medianlar, yəni AY medianı BD medianına bərabər olduğu üçün burada 2x x olacaq və bu üçüncü median olduğu üçün tərəfi yarıya bölür və biz üçbucaq AOB-nin bərabər yanlı üçbucaq olduğunu artıq görürük. Və bu bərabər yanlı üçbucaqda bu təpədən çəkilmiş median həm də hündürlük olduğu üçün bu 90 olacaq və biz isbat elədik ki, SM medianı AB tərəfinə perpendikulyardır. O zaman yalnız bərabər yanlı üçbucaqda bərabər tərəflərin birləşdiyi təpədən çəkilən üçbucağın medianı həm hündürlük, həm də tənbölənlidir. Bu bir isbat növüdür. İkinci isbat növündə isə biz bu tərəfə A, bu tərəfə B, bu tərəfə C desək, AY medianı 2-də 1 kök altında 2 vurulsun. AY medianı deyiriksə A kvadratı plus C kvadratı çıxılsın B kvadratı deyə bilərik. Bir də AY medianından əlavə BD medianı da çəkilib. BD medianını tapsaq, BD medianında 2-də 1 kök altında 2 vurulsun. B kvadratı plus C kvadratı çıxılsın A kvadratı. Bunlar bir-birinə bərabər olduğu üçün bu ifadələri bərabər edib 2-də 1-ləri atsaq, kök altında dərəcələr eyni olduğu üçün kökləri atsaq və mötərizəni vurub atsaq, 2a kvadratı plus 2c kvadratı çıx b kvadratı, 2b kvadratı plus 2c kvadratı çıx a kvadratı alınır. 2c kvadratları islah geçsə, a kvadratını sola keçirsək, 2a kvadratı ilə toplansa 3a kvadratı, b kvadratını sağa keçirsək, toplanıb 3b kvadratına bərabər olar. 3'ləri ixtisar aparsaq, a kvadratı b kvadratına bərabər olar. Kök alsaq, a da b-yə bərabər olar. Və bu məsafə olduğu üçün modulla yazmağa ehtiyac yoxdur. Bu da ikinci ispat növü oldu. 12-ci sualda ispat edin ki, bərabər yanlı üçbucağın oturacağının uzantısı üzərində götürülmüş nöqtədən yan tərəflərin üzərində saxlayan düz xəttə qədər məsafələrin fərqi üçbucağın yan tərəfinə çəkilmiş hündürlüyə bərabərdir. Birincisi, yan tərəfinə çəkilmiş hündürlüyə bərabərdir. Bu, AB tərəfinin uzantısına Y nöqtəsindən bu nöqtədən məsafələr dediyi üçün biz qəbul etməliyik ki, D AB-yə perpendikulyardır. YF də AF düz xəttinə perpendikulyardır. Və mən əvvəlcə A nöqtəsi ilə Y nöqtəsini birləşdirsəm. A nöqtəsi ilə Y nöqtəsi birləşəndə və üçbucaq
A, B, Y üçbucağının sahəsini tapacağam. Üçbucaq A, B, Y. ABY üçbucağının sahəsini tapmaq üçün də bərabər yanlı üçbucaq olduğunu şərtdə bizə səhv eləmirəmsə deyir. Bərabər yanlı üçbucaqdır, bəli. Bərabər yanlı üçbucaqdırsa bu tərəf A-dırsa bu tərəf də A-dır. A vurulsun, tərəf olan A vurulsun. Y təpəsindən bu AB-yə çəkilmiş hündürlük 2 var. Bu hündürlüyə, yəni DY-yə biz H2 deyək. H2 bölünsün 2. Bir də S AFY-ni, ACY-nin sahəsini tapsaq, hansı ki bu körbucaqlı üçbucaqdır. Bu üçbucağın sahəsini tapmaq istəyirik biz. Bu üçbucağın sahəsi də tərəf olan AC tərəfdə bərabər yanlı olduğu üçün elə A-dır və o tərəfin uzantısına çəkilmiş hündürlük FY. FY-yə də H2 deyək. H2 bölünsün 2-dir. Bizə deyir ki, üçbucağın hündürlüyünün, bu üçbucağın hündürlüyüdür. Üçbucağın hündürlüyünün H2 çıxılsın H1 olduğuna ispat edin. H2 çıx H1. İndi bir də SABS-ni tapsaq. ABC üçbucağının sahəsi də bu üçbucağın A tərəfinə hündürlük çəkərik. Buna H deyərik. A vurulsun H bölü 2-dir. İndi baxın. Şuralar ABY üçbucağının sahəsindən, yəni bu üçbucağın sahəsindən əgər mən burada göstərdiyimiz bu üçbucağın sahəsini çıxsaq, yəqin ki, qəbul edərsiniz ki, ABC üçbucağının sahəsidir. O zaman yazacağım ki, SABY çıxılsın SACY bərabərdir SABS-yə. Yəni A vurulsun H2 bölünsün 2 çıxılsın. A vurulsun. Buradan bura qədər H1'dir. Üzr istəyirəm, burada H2 yazmışıq. H1'dir. Buna A vurulsun H1 bölünsün 2 bərabərdir. A vurulsun H bölünsün 2. A bölü 2-ni ortaq vuruq çıxarsaq soldan qalar. H2 çıxılsın H1. Sağda da A vurulsun H bölü 2. A bölü 2-ləri sağ və sol tərəfdən ixtisar aparsaq, H bərabərdir. H2 çıx H1 olduğunu ispat etmiş olduq. Uşaqlar. Növbəti 13-cü isbat sualına baxaq. İspat edin ki, üçbucağın daxilində götürmüş ixtiyari nöqtədən üçbucağın təpə nöqtələrinə qədər olan məsafələrin cəmi bu üçbucağın yarım perimetrindən böyükdür. 13-cü isbat. Deməli, ixtiyari bir üçbucaq çəksək və bu üçbucağın daxilində hər hansı bir nöqtə götürsək, həmin nöqtədən təpələrə qədər olan məsafələrə A, B, burada C deyək. Bu hissələrə də, üçbucağın tərəflərinə də X, Y, Z deyək. Üçbucaq bərabərstliyinə görə buradakı bu üçbucaqda üçbucağın A və B tərəfinin cəmi X-dan böyük olmalıdır. Digər bu üçbucağa görə də A və C tərəflərinin cəmi Y-dən böyük olmalıdır. Bu üçbucaqda da B və C tərəflərinin cəmi Z-dən böyük olmalıdır. Bu bərabərslikləri tərəf-tərəfə toplasaq, A plus B plus A plus C plus B plus C X plus Y plus Z olmalı. Buradan alaram 2A plus 2B plus 2C böyükdür X plus Y plus Z'dən. Hər tərəfi 2-yə bölsək, A plus B plus C böyükdür X plus Y plus Z böl 2-dən. A plus B plus C verilən nöqtədən təpələrə qədər olan məsafələrdir. X plus Y plus Z böl 2 isə P, Y yazıram, yəni yarım perimetrdir. İspat olundu ki, üç tərəfin cəmi, yəni ABC-nin cəmi perimetrin yarısından, yarım perimetrdən böyük olacaq. 14-cü sual. İspat edin ki, üçbucağın ABC üzrə bərabər yanlı üçbucağının AC oturacağı üzərində ABC bərabər yanlı üçbucağının AC oturacağı üzərində M nöqtəsindən yan tərəflərə paralel,
burada bir M nöqtəsindən MY və MF düz xətləri çəkilmişdi. MY və MF düz xətləri çəkilmişdi. Almış MYB F4 bucağının perimetrinin üçbucağın yan tərəflərinin cəminə bərabər olduğunu isbat edin. Birincisi, bu tərəfə də A deyək, bu tərəfə də A deyək və bu düz xət ümumiyyətcə bərabər yanlı olduğu üçün alfa deyəcəm və bu düz xət bu tərəfə paralel olduğu üçün burada alfadır. Onda bu düz xəttdə bura paralel olduğu üçün biz Y, M, F, B-yə bir dənə paraleloqram deyəcəyik. Çünki qarşı tərəflər bir-birinə paraleldir və bərabər də olmalıdır. Uşaqlar. O zaman bu hissəyə x desəm, onda burada x olmalıdır. Bura a minus x olacaq və burada gördüyümüz bu bərabər yanlı üçbucağa görə burada a minus x olmalıdır və paraleloqramın perimetri 2 vurulsun a minus x plus x olacaq ki, bu x-ləri silah keçsək 2a-ya bərabər olacaq və isbat olundu ki, alınmış bu fiqurun perimetri üçbucağın yan tərəflərinin cəminə bərabərdir. 15-ci isbat. Düzsal hissənin xaricini çəkimi çevirən radiusu R, daxilini çəkimi çevirən radiusu kiçik R olarsa, onun perimetrini soruşur. Bu olduğunu isbat edin. Böyük R-in düsturu hipotenuzun yarısıdır. Buradan S-ni 2 R alaram. Kiçik R-in düsturu isə A plus B çıx C böl 2-dir. Buradan da A plus B çıx C-ni 2 R alaram. Buradan A plus B-yə 2 R plus C desəm və fiqurun perimetri, üçbucağın perimetrinin A plus B plus C olduğunu nəzərə alsam, A plus B-nin yerinə 2R plus C yazsam, bir də bu C nəzərə alınsa, onda 2R plus 2C olar. Buradan da 2-ni ortaq vuruq çıxarsam, qalar R plus C. Və 2 vurulsun R plus S-nin də yerinə bunu nəzərə alsam 2R. Perimetrin 2 vurulsun R plus 2R olduğu ispat olundu. Növbəti sual. ABC bərabər tərəfli üçbucağın daxilində mərkəzi O nöqtəsində olan R radiusu üçbucağın iki tərəfinin və bu çevrəyə toxunan mərkəzi O1 nöqtəsindədir. Bu olduğunu ispat edin, deyir. Gəlin bu isbata baxaq. Deməli, burada bərabər tərəfli üçbucaq olduğunu bizə deyir. Bərabər tərəfli üçbucaqdırsa, mən O nöqtəsi ilə C nöqtəsini birləşdirsəm, O nöqtəsi ilə C nöqtəsini birləşdirəndə bu toxunan bu 90 dərəcə olacaq. Çünki toxunanla radius arasındakı bucaq 90-dır və üçbucağın daxilinə çəkilmiş bu çevrənin mərkəzi tənbölənlərin kəsişdiyi nöqtə olduğu üçün bu OC tənbölən olacaq. Tənbölən olacaqsa, onda buradan bura qədər bu bucağa biz 30 dərəcə deyəcəyik. Çünki bərabər tərəfli üçbucağın daxili bucaqlarının hər biri 60 dərəcədir. Onda bu hissə R-dirsə, 30 dərəcə bucaq qarşısında duran bu R hipotenuzun yarısıydı. Hipotenuzun özünə bura deyəcəm 2R. Şuralar 2R-dir. Və buradan bura qədər də R-dir. Bunu bilirik. Bir də bura R1-dirsə, onda buradan bura qədər olan bu məsafədə 2R1 olacaq. 2R1 olacaq və buradan bura qədər olan məsafədə R1-dir. İndi buradan deyərik ki, 2R, yəni ümumi bu məsafə, bu 2R1 üstə gəl R1, 2R1 üstə gəl R1, üstə gəl bu R olsa, bu məsafə olsa R. Buradan bu R-i sola kesirsək, 2R-dən R-i çıxsaq, R bərabərdir 3R1 alaraq. Deməli, uşaqlar necə oldu? Bir də deyək. Buradan bura qədər məsafənin 2R1 olduğu məlumdur. Buradan bura qədər olan məsafənin R1 radius olduğu məlumdur. Buradan bura qədər olan məsafə də R-dir. Onda biz bu hissələri topladıq. R, R1, 2R1. Baxın, R, R1, 2R1. Bu ümumi bu məsafəyə bərabər olmalı idi. Yəni 2R-ə bərabər olmalı idi. Biz də onu alanda belə bir əlaqə tapdıq. İndi buradan da biz böyük R-in kiçik R-ə nisbət, R1-ə nisbətinin 3 olduğunu təyin edə bilərik. Bizdən də
böyük yerin R1-ə nisbətin 3 olduğunu isbat edilirdi. Mərkəzi O nöqtəsində olan çevrəyə CA toxunanı çəkilmiş və AB AC-yə bərabərdir. Bu hissə bu hissəyə bərabərdir. İspat edin ki, çevrənin radiusu DC parçasına bərabərdir. Deməli, DC bərabərdir R. Bunu soruşur bizdən. Bərabər yanlı üçbucaq olduğu üçün bu hər iki bucağa alfa desəm, bura alfa olduğu üçün daxil çəkilmiş bucaq söykəndiyi qövsünün dərəcə ölçüsünün yarısı olduğu üçün biz AD-yə 2 alfa deyə bilərik və O nöqtəsi ilə bunu birləşdirsəm, toxunanla radius arasındakı bucaq 90 dərəcədir və bu mərkəzi bucaq söykəndiyi 2 alfaya bərabər olacaq. Onda AO üçbucaq AOC-də belə bir şey deyə bilərik ki, iti bucaqları olan 2 alfa ilə alfanın cəmi 90 dərəcə olmalı, 3 alfa 90 dərəcə olmalı, alfa da 30 dərəcə olmalıdır. Deməli, biz aldıq ki, bu bucaq 30 dərəcədir, digər bucaq da 60 dərəcədir. O zaman 30 dərəcəli bucaq qarşısında duran bu katet, yəni OA, hipotenuzun yarısına bərabər olmalıdır. Yəni OA bərabər olmalıdır OC bölünsün 2-yə. Və buradan da OC-ni 2, OA məsafəsi də radiusu olduğu üçün R deyərəm. Deməli, buradan bura qədər olan məsafə 2R-dir. Məlum məsələdir ki, OD R-ə bərabərdir. Buradan bura qədər olan məsafə radiusdur. O zaman DC məsafəsi 2R çıx R-dir. Bu da R-ə bərabər olur. DC-nin R-ə bərabər olduğu isbat olunmuş oldu. 18-ci suala baxaq. Bərabər tərəfli ABC üçbucağının AC tərəfi üzərində qurulmuş yarımçevrə üçbucağın digər iki tərəfləri ilə 3 hissəyə bölünmüşdür. İspat edin ki, bu qövslər bir-birinə bərabərdir. Birincisi, bərabər tərəfli üçbucaq deyirsə, bu bucaq 60 dərəcədir, bu bucaq da 60 dərəcədir, bu bucaq da 60 dərəcədir. Və biz deməli, buradan nəyi deyə bilərik? Biz buradan deyə bilərik ki, bu bucaq 60 dərəcədirsə, bu qövsü tapa bilərik, bu qövsün dərəcə ölçüsünü. Bunu bir tamam çevrəyə tamamlasaq, bu çevrəyə tamamlananda bu AC tərəfi, üçbucağın AC tərəfinin üzərində qurmuş yarımçevrə deyirsə AC diametrdir, onda aşağı 180 dərəcədir, bu da 60-dır. Biz buradan deyərik ki, bu bucaq B olan 60, bir nöqtədən çevrəyə 2 kəsən çəkəndə böyük qövs ilə kiçik DY qövsünün fərqidir. 60 180 çıxılsın DY bölünsün 2 düsturu ilə hesablasaq, məxrəc 1, çarpaz vursaq 180 çıxılsın DY bərabər olmalı 120-yə. Buradan da DY-nin qiymətini 60 alarıq. Bura 60 dərəcədir. Və DAC daxilə çəkilmiş bucağı 60-dırsa, o zaman bu qövs 120-dir. Bunu bilirik. Bu 120-lik qövsündə 60 dərəcəsi buradadırsa, yerdə qalan bu qövsdə 60 dərəcə olmalıdır. Ümumi AC diametri olduğu üçün AC qövsü 180-dir. 60 burada, 60 burada. Onda AD qövsü 180 çıxılsın, digər ikisinin cəmi 180, 120. Bu da eləyir 60 dərəcə. Və biz ispat etmiş olduq ki, AD qövsü, DY qövsü, YS qövsü bir-birinə bərabər qövslərdir. 19-cu suala baxaq. 19-cu sualda iki çevrənin kəsişmə nöqtələrinin onların diametrləri çəkilmişdir. İspat edin ki, bu diametrlərin digər uc nöqtələri və çevrələrin digər kəsişmə nöqtəsi bir düz xətt üzərindədir. Şunlar bir düz xətt nədir? Açıq bucağı əmələ gətirir. Baxın, açıq bucağı əmələ gətirməlidir. Mən buradan A nöqtəsi ilə B nöqtəsini birləşdirsəm, bizə isbat lazımdır ki, bu bucaq 180 dərəcədir. Ki, bu bir düz xəttdir. CB bir düz xətt olduğunu isbat etməliyik biz. Bunun üçün bu AB-ni birləşdirəndə ABC, bir də O, ABC. Bax, bu üç bucağın bir tərəfi diametr olduğu üçün bu qövs 180 dərəcədir və daxilə çəkilmiş bucaq olduğu üçün ABC bucağı söykəndi o 180-in yarısı 90-dır. Bir də digər çevrə, baxın bu çevrəyə baxsaz, bu çevrədə də çəkilən AD diametri olduğu üçün bura 180 dərəcədir. O zaman bu bucaqda daxil çəkilmiş bucaqda söykəndiyi qövs 180-in yarısıdır. Onda bu da 90-dır və biz qəbul eləməli oluruq ki, artıq bu bucaq
180 dərəcədir. Bu bucaq 180 dərəcədirsə CD bir düz xətt olduğunu isbat etmiş oluruq. 20-ci isbat. İsbat edin ki, üçbucağın medianlarının tərəflə kəsişmə nöqtəsindən keçən çevrənin radiusu bu üçbucağın xaricinə çəkilmiş çevrənin radiusundan 2 dəfə kiçikdir. Deməli, biz buradan, bir də buradan, yəni tərəflərdən keçən bu üçbucağı qursaq, bu tərəflərin orta nöqtəsi olduğu üçün bu BC tərəfinə mən 2x desəm, onda C1, B1 tərəfi x olar. Çünki orta xəttdir. Orta xətt olduğu üçün də və bu fiqur bir, yəni A, C1, A1, B1 bir paralelogramdır. Çünki bu tərəf bu tərəfə paraleldir, bu tərəf də bu tərəfə paraleldir. Onda bu bucaq alfadırsa, bu bucaq da alfadır. Baxın, üçbucaq ABC-də bu üçbucaq ABC-nin xaricini çəkilmiş çevrənin radiusuna böyük R desək, həmin böyük R-ilə əlaqəli belə bir düstur var idi. Sinuslar teoreminin lap axırı. 2R bərabərdir. BC tərəfi, o da 2x-dir. Bölünsün, həmin BC tərəfinin qarşısında duran bu bucaq sinus alfa. Bir də üçbucaq C1, B1, A1-dən deyərik ki, onun üçbucaq A1, B1, C1-də 2 dənə balaca R bərabərdir. Bu tərəf x, o x-in qarşısında duran bucaq fikir verirsə, yenə də alfadır. Bölünsün sinus alfa desək və bu tərəfləri bir-birinə bölsək, bu ikiləri ixtisara apararıq. Böyük R-in kiçik R-ə nisbəti bərabərdir. 2x bölünsün sinus alfa. Bu ifadəyə bölmək tərsinə çevirib vurmaq olduğu üçün sinus alfa burada, x da burada. Sinus alfalar, x-lar ixtisara getsə, qalar 2. Yəni, böyük R bərabərdir 2 vurulsun kiçik R və yaxud xaricinə çəkilmiş bu çevrənin üçbucağın radiusu bu üçbucağın xaricinə çəkilmiş çevrənin radiusundan 2 dəfə kiçik olduğu isbat olundu. 21-ci sualda KB çevrəyə çəkilmiş toxunan BA vətəri KBC bucağının tənböləndir. BA vətəri KBC bucağının tənböləndir. O zaman bu bucaq alfadırsa, bu bucaq da alfadır. İsbat edin ki, ABC üçbucağı bərabər yanlıdır. Deməli, toxunanla vətər arasında qalan bucaq uşaqlar. Bir daha deyirəm, bu toxunanla bu AB vətəri arasında qalan bucaq. Bu vətərin çevrədən ayırdığı AB qövsünün yarısına bərabər olmalıdır. O zaman AB qövsünə 2 alfa deyərəm. Və bucaq C daxilə çəkilmiş bucaq olduğu üçün söykəndiyi bu 2 alfanın yarısına bərabər olmalıdır. Yəni alfa olmalıdır. O zaman ABC üçbucağında bucaq B alfa, bucaq C alfa oldusa, bu üçbucaq bərabər yanlı üçbucaq oldu. Növbəti 22-ci sualda AB və CD parçaları F nöqtəsində xaricdən toxunur. Mərkəzi O1 və O2 olan çevrələrin ortaq toxunanlarıdır. AYS və BFD bucaqlarının bir-birinə bərabər olduğunu isbat edin. Əvvəlcə biz buradakı bu D düz xəttini uzadaq, bir də B düz xəttini uzadaq. Onda bunların kəsişdiyi bu nöqtəyə, bu bucağa alfa desək. Və məlum məsələdir ki, buradan bunu birləşdirsək, bir də bunu birləşdirsək, toxunanla radius arasındakı bucaqlar 90 dərəcə olacaq. O zaman bura alfadırsa, buna da bir K nöqtəsi desəm, K, D, O2, B4 bucaqlısının daxil bucaqlarının cəmi 180-dir. Onda bura 90, bura 90-dırsa, bu bucaqla, K bucağı ilə O2 bucağının cəmi 180 dərəcə olmalıdır. O zaman da bu alfadırsa, bu bucaq 180 minus alfadır. Eyni ilə K, C, Y, A 4 bucaqlısına və yaxud buradakı bunları birləşdirsək, burada bu 90, bu 90-dır. Bu alfa ilə bu bucağın cəmi 180 olmalıdır. O zaman burada 180 minus alfadır. O zaman bu qövslər də 180 minus alfa, bu qövs də 180 minus alfa olur. Və bunlar daxilə çəkilmiş bucaqlar olduğu üçün bu daxilə çəkilmiş bucaqlar da
eyni bərabər qövslərə, yəni bu bucağa 180 minus alfa, bu da 180 minus alfa olduğu üçün burada 180 minus alfa bölü 2 daxil çəkilmiş bucaq. Bu bucaqda burada göstərsək 180 minus alfa bölü 2 oldu və biz isbat elədik ki, AYC bucağı BFD bucağına bərabər olmalıdır. 23-cü suala baxaq. Növbəti ispat sualımıza baxaq. 23-cü sualda. Eni A uzunluğu B olan ABCD düz uzaqsın B təpəsindən çevrə üzərində olub, uyğun olaraq çevrənin Y və F nöqtələrində toxunur. Bu çevrənin radiusunun uzunluğunun A plus B minus 2AB olduğunu ispat edin. Əvvəlcə biz bu çevrədə belə bir mərkəz götürsək, bu çevrənin mərkəzi olsa, buradan bu radiusu endirsək, toxunanla radius arasındakı bucaq 90 dərəcədir, bura R-dir. Buradan da digər radiusu çəksək, toxunanla radius R-dir və 90 dərəcəli bucaq altında kəsişir. Və bu R-dirsə, buranın da uzunluğu R olsa və DC məsafəsinə əgər biz A desək, o zaman SY məsafəsi A çıx R olar. Və bu məsafə B-dir, AD məsafəsi. Burada R-dirsə, burada B çıx R olar. İndi biz bu nöqtə ilə bunun uzantısını çəkib bura perpendikulyar davam etdirsək, bu 90, bu 90, bu 90, bu da 90 olacaq. Bu bir düz bucaqlı olduğu üçün bura B minus R olacaq. Və bir də B nöqtəsi ilə R-i birləşdirsək, bu çevrənin radiusu olacaq. Və sol tərəf A çıx R-dirsə, sağ tərəfdəki bu məsafədə A çıx R olacaq. Və bu düz bucaqlı üç bucaqdan Pifaqor teoreminə görə yaza bilərik ki, A çıx R-in kvadratı üstəgəl B çıx R-in kvadratı bərabərdir radiusun kvadratına. Bunu açsaq, A kvadratı çıxılsın 2AR plus R kvadratı plus B kvadratı çıxılsın 2BR plus R kvadratı bərabər R kvadratına. Bu ifadə sağa keçsə islah gedəcək. Biz buradakı R kvadratını yazsaq, R kvadratı çıx buradan üz istəyən burada 2 ayır olmalıdır A minus B-nin kvadratında. Mənfi 2 ayırla mənfi 2B-dən 2R-i ortaq vuruq çıxartsaq A plus B olacaq. Bir də plus A kvadratı ilə B kvadratının cəmini yazacağım. Bərabərdir 0. Bir kvadrat tənlik alırıq. R-ə nisbətən həll edib diskriminant tapsaq B kvadratı. B R-in əmsalı mənfi 2 kvadratı 4. Bir də A plus B-nin kvadratı çıxılsın 4AC. A kvadratın əmsalı 1. C sərbəst A kvadratı plus B kvadratdır. Bərabər eləsək 0-a. 0-a yox daha doğrusu diskriminant tapsaq. 4 vurulsun. Bunu da açsaq A kvadratı plus 2AB plus B kvadratı çıxılsın 4A kvadratı çıxılsın 4B kvadratı. Bu da 4A kvadratı plus 8AB plus 4B kvadratı çıx 4A kvadratı çıx 4B kvadratı olar. Bu da 4A kvadratları 4B kvadratları islah keçsə 8AB olar. Və R1-i tapsaq, diskriminantı tapandan sonra mənfi B, yəni R-in əmsalının əksi 2 vurulsun A plus 2B çıx kök altda D. Kök altda 8AB bölü 2. Bu da 2A plus 2B çıx 2 kök altda 2AB yazsaq bölü 2. Bunu da 2'ye ixtisar aparsaq A plus B çıxılsın kök altında 2AB alarıq. Bir də R2'nin düsturu eyni şey, sadəcə kök altı ifadə toplaması olacaq. A plus B plus kök altında 2AB. Lakin radius A plus B plus 2 kök AB ola bilməz. Çünki əgər bu məsafə, burada gördüyümüz bu məsafəni biz B ilə demişiksə, radius buradan bura qədər olan məsafə olduğu üçün radius B-dən kiçik olmalıdır. Amma biz toplama yazsaq, radius B-nin üzərinə A bir də 2AB gəlinir. Daha böyük olur. Ona görə bu kənar kök olacaq və radiusun düsturu A plus B çıx kök altında 2AB olduğunu sübut etmiş olacaq. 24-cü isbata baxaq.
İspat edin ki, iki müxtəlif çevrələrin radiusları çevrənin kəsişmə nöqtəsindən keçən düz xətt üzərində yerləşən istənilən nöqtədən bu çevrələrə çəkilən toxunanlar konqruentdir, yəni bərabərdir. Baxın, bu bir çevrə olsun, bu da digər bir çevrə olsun və bunların ortaq kəsişdiyi bu nöqtələrdən bir düz xətt keçirsək və bu nöqtədən çevrəyə belə bir toxunan çəksək, bir də bu nöqtədən çevrəyə belə bir toxunan çəksək və bura qədər olan bu məsafəyə A, bu məsafəyə toxunduğu nöqtələr B desək, ispat edin ki, A B-yə bərabərdir deyir. Biz bu çevrəyə, birinci çevrəmiz olsun bu çevrəyə belə bir toxunan, belə bir kəsən çəkildiyi üçün biz buradan bura qədər olan məsafəyə x, buradan bura qədər olan məsafəyə də y desək, onu da belə bir düstur yazarıq. Toxunanın kvadratı bərabərdir x vurulsun, bu məsafə vur, ümumi x plus y. Eyni ikinci çevrəyə də baxsaq, bu ikinci çevrədə bir B toxunanı çəkilib, bir də belə bir kəsən çəkilib. Onda deyəcək ki, təkrar toxunanın kvadratı bərabərdir, B kvadratı bərabərdir, x vurulsun, ümumi x plus y. Buradan gördüyümüz kimi bərabərliyin sağ tərəfləri eynidir, onda sol tərəfləri də eyni olmalıdır. Kvadratları eynidirsə, kök 6 alsaq, A da B-yə bərabər olmalıdır. Uşaqlar. Növbəti, düzgün üçbucağın daxilinə çəkilmiş çevrənin radiusunun onun xaricinə çəkilmiş çevrənin radiusunun 2 dəfə kiçik olduğunu isbat edin. Düzgün üçbucaq bərabər tərəfli üçbucaqdır. Bərabər tərəfli üçbucağın daxilinə çəkilmiş çevrənin radiusunun xaricinə çəkilmiş çevrənin radiusundan 2 dəfə kiçik olduğunu. Deməli, böyük R-in və kiçik R-in düsturlarını yazsaq, tərəfə A desək, düzgün üçbucağın bərabər tərəfli üçbucağın, yəni xaricinə çəkilmiş çevrənin radiusu A BS böl 4S-lə də yaza bilərik və yaxud da ki, elə o düsturla yazsaq, tərəflər A vur A bölünsün 4 vur S. Kiçik yerin düsturu isə 2S bölünsün A plus A ilə çıxartsaq. Bu 2 vurulsun. S bərabər tərəfli üçbucağın sayısı A kvadrat kök 3 böl 4'dür. Burada 3A'dır. Burada da A kubu bölünsün 4 vur A kvadratı kök 3 böl 4. Buradan 4'lər ixtisar getsə, A'lar ixtisar getsə, A bölünsün kök 3 qalar. Buradan da bu A'ların biri ixtisar getsə, bununla bu getsə, A kök 3 böl 6 qalar. O zaman böyük R'in kiçik R'ə nisbəti A böl kök 3'ün buna bölmək, tərsən çevirib vurmaq olduğu üçün 6 burada, A kök 3 burada. A'lar ixtisar getsə, kökçə vursaq 3 eləyər, bundan ixtisar gedər 2. Aldıq ki, böyük çevrənin radiusu 2 vurulsun, kiçik çevrənin radiusuna bərabərdir. Yəni, böyük çevrənin radiusu digərindən 2 dəfə böyük olacaq. Bu da bizim digər sualımız. Növbəti 26-cı suala baxaq. 26-cı sualda bizə deyir ki, ABCD trapesiyasında bu bucaqlar bərabər olarsa, AB, AD, BC cəminə bərabər olduğunu isbat edin. Gəlin bu isbata baxaq. Bu isbatda trapesiyada bu bucaqların bir-birinə bərabərliyin veribsə, bu bucaqlara alfa deyək və N nöqtəsindən biz BC-yə və yaxud AD-yə paralel düz xətt çəkək. Çəkdiyimiz düz xətt tərəf yarıya böldüyü üçün orta xəttdir. Və bu paralel olduğu üçün, bu daxili çarpaz bucaqlar olduğu üçün burada alfadır. O zaman bu üçbucaq bərabər yanlı üçbucaq olacaq. Onda biz BC məsafəsini, bu məsafə ümumiyyətcə AB bölünsün 2'dir. Bərabər yanlı üçbucaq olduğu üçün bu AB böl 2-dirsə, bunun baxdığı burada AB böl 2'dir. Və bu tərəfin ortasına birləşdirdiyi üçün orta xətt olacaq və orta xətt olduğu üçün də oturacaqlar cəminin yarısına bərabər olacaq. Yəni, AB bölünsün 2 bərabərdir BC plus AD bölünsün 2. Məxrəclər eyni olduğu üçün açsaq, AB bərabər olar BC plus AD-yə. Bizdən də AB-nin BC plus AD olduğunu isbat edin deyirdi. Növbəti sualımızda BD diagonalının 3 bərabər hissəyə bölündüyünü isbat edin deyir. Y və F nöqtələri ABCD paralleloqramının AB və CD
qarşı tərəflərinin orta nöqtələridir. Bu tərəflərin ortasıdır, yəni tərəflər yarıya bölünür. AF və SG düz xətləri BD diaqonalı boyunca 3 bərabər hissəyə ayrıldığını ispat edin. Deməli, biz bu sualda bu tərəf bu tərəfə bərabərdir. Şərt də deyir bu tərəf də bu tərəfə bərabərdir. Əvvəlcə A nöqtəsi ilə C nöqtəsini birləşdirəcəyik. Bu O nöqtəsi desək və biz baxaq ADC üçbucağına. ADC üçbucağına. Bu ADC üçbucağından fikir versəz, deməli, çəkilən DO düz xətti və yaxud DO parçası ilə AF parçası mediandır. Medianlar 2-nin 1-ə nisbətində kəsişir təpədən başlayaraq. Çünki paralelogramın diaqonalları da kəsiş nöqtəsində yarıya bölünür. O zaman mən buradakı DM məsafəsinə 2x desəm, MO məsafəsi x olacaq və DO məsafəsi 3x-dir. Paralelogramın diaqonalları kəsiş nöqtəsində yarıya bölündüyü üçün NB məsafəsi də 3x olar. Və eyni ilə ACB üçbucağında da çəkilən SY mediandır, tərəfi yarıya bölüb, çəkilən BN mediandır, tərəfi yarıya bölüb. O zaman bu da 2-nin 1-ə nisbətində kəsişməli olacaq. O zaman biz dedik axı BN-in də uzunluğu 3x-dir. Onda bu məsafənin uzunluğu 2x olacaq. Bu məsafənin uzunluğu x olacaq. Və fikir verirsinizsə artıq biz tapdıq ki, buradan bura qədər olan bu məsafə 2x-dir. Buradan bura qədər olan məsafə x 2x-dir. Buradan bura qədər olan məsafə də təkrar 2x-dir. Və biz isbat etmiş olduq ki, BD diaqonalı 3 bərabər hissəyə bölünür. İspat edin ki, trapesiyanın oturacaqlarının fərqinin modulu onun yan tərəflərinin fərqinin modulundan böyükdür. İxtiyari bir trapesiya çəksək, oturacaqlara A, B, C, D desək, bizdən istəyir ki, ispat edin ki, oturacaqlar fərqinin modulu, yəni A minus B modulu və yaxud B minus A böyük olmalıdır. Oturacaqlar fərqinin modulu yan tərəflərin fərqinin modulundan C minus D-dən böyükdür. Məsələn, bizdən bunu istəyir. Mən əvvəlcə A nöqtəsindən AC-yə paralel bir düz xətt çəksəm, biz bu fiquru bir paralelograma tamamlamış oluruq. Bura A-dırsa, buradan bura qədər olan bu məsafə də A-dır. Ümumi məsafə B olduğu üçün və bu məsafə də A-dırsa, onda yerdə qalan bu məsafə B minus A-dır. Burada C-dir. Və bizim baxmağımız lazım olan burada üçbucaq B minus A, C və D-dir. Üçbucağın ixtiyari tərəfi, məsəl üçün D tərəfi, digər iki tərəfin cəmindən B minus A ilə C-nin cəmindən kiçik olmalıdır. Bu C-ni sağa keçirsək, B minus A böyükdür D minus C-dən alarıq. Yəni, biz aldıq ki, trapesiyanın oturacaqlar fərqinin modulu və bunun modulda B minus A kimi də yaza bilərik. Çünki hansı kiçik, hansı böyükdür bilinmir. Yan tərəflər fərqinin modulundan D minus C-nin modulundan böyük oldu. Növbəti 29-cu. Deməli, əgər trapesiyanın 29-cu suala baxırıq. Əgər trapesiyanın xaricinə və daxilinə çevrə çəkmək mümkünsə, birincisi, trapesiyanın xaricinə çevrə çəkmək mümkünsə, mütləq şəkildə bu bərabər yan trapesiyadır. Yəni, bu məsafə x-dırsa, bu məsafə də x-dir. Və əgər bu trapesiyanın daxilinə də çevrə çəkilibsə, o zaman bunun qarşı tərəflərinin cəmi bərabər olmalıdır. Yəni, BC ilə AD-nin cəmi, BC ilə AD-nin cəmi, AB ilə BCD-nin cəmi, yəni 2x-ə bərabər olmalıdır. Və trapesiyanın orta xətti oturacaqlar cəminin yarısı olduğu üçün biz hər tərəf 2-yə bölsək, o zaman alarıq ki, BC plus AD bölü 2-yə orta xətt desək, 2x-in yarısı x-ə bərabər olur. Və biz bu trapesiyanın yan tərəfləri onun orta xəttinə bərabər olduğunu ispat etmiş olduq. İspat edin ki, qabarıq dördbucağın diaqonallarının uzunluqları cəmi onun perimetrindən kiçikdir. İspat edin ki, qabarıq dördbucaqlının ixtiyari bir dördbucaqlı olsa bu, trapesiya olmasın.
Qabarıq dördbucağın diagonallarının uzunluqlarının cəmi bura A, bura B, bura C, bura D desəm, burada lap A, B, bura X deyək, burada Y deyək. Bunun bu diagonalını çəksəm, D1 diagonalı üçbucaq bərabərsizliyinə görə A plus B D1-dən böyük olmalıdır. Bir də digər diagonalını çəksəm, D2 diagonalını çəksəm, D2 diagonalını çəkəndə də buradan bunun üçün də üçbucaq bərabərsizliyini qeyd eləsək, A plus B D1-dən böyükdür. Hələ ki bu D2-ni çəkməmişdən qabaq bir dənə də bunu da deyə bilərik ki, uşaqlar X plus Y də D1-dən böyükdür. Bu üçbucaq üçün dedik onu da. Bir də indi D2 diagonalını çəksək, təkrar. D2 diagonalı üçün də A plus X D2-dən böyükdür bu üçbucaq üçün. Digər üçbucaq üçün də B plus Y D2-dən böyükdür. Bəli, B plus Y də D2-dən böyükdür. Və bunları tərəf-tərəfə toplasaq 2A, 2B, 2X, bir də 2Y cəmi. Yekun bu cəmdə də 2D1, 2D2 olduğu üçün 2-ni ortaq vuruq çıxarsaq D1 plus D2 olar. Hər tərəf 2-yə bölsək A plus B plus X plus Y böyükdür D1 plus D2-dən. Və bu arada A plus B plus X plus Y-ə biz perimetr desək, perimetr D1 plus D2-dən böyükdür. Biz ispat etdik ki, qabarıq dördbucağın diagonallarının uzunluqları cəmi onun perimetrindən kiçik və ya perimetr diagonallar cəmindən böyükdür. 31-ci suala baxaq. 31-ci sualda deməli, körbucaqlarının dərəcə ölçülərinin cəmi 270 dərəcə olan trapesiyanın tərəfləri körbucaqlar cəmi 270 dərəcəsə, yəni bu iki bucaqdan söhbət gedir. Onda mən bu bucağa alfa, bu bucağa da bir beta bucağı desəm, alfa ilə betanın cəmi bərabər olar 360 çıx, digər o B və C bucaqlarının cəmi olan 270, bu da verər bizə 90 dərəcəni. Və AD oturacağın uzunluğunun bu olduğunu ispat edin. Biz əvvəlcə C nöqtəsindən AB-yə paralel belə bir düz xətt çəksək, bura alfa olsa, A düz xətt olsa. Bu bir paralelogram olduğu üçün və uyğun bucaqlar olduğu üçün burada alfadır. Və alfa ilə betanın cəmi 90 dərəcə olduğu üçün biz artıq bu bucağa 90 dərəcə deyə bilərik. Çünki 180-dən alfa plus betanın cəmi, yəni 90-ı çıxmalıyıq ki, o da bizə 90 verəcək. Və Pifagor teoreminə görə bura A, bura B isə buradan bura qədər olan bu məsafə kök altında A kvadratı plus B kvadratına bərabərdir. Bu C isə biz bunu paralelograma tamamladığımız üçün bu məsafədə C olar və AD məsafəsi kök altında A kvadratı plus B kvadratı plus C-yə bərabər olmuş olacaq. Şuralar. Növbəti 32-ci sual. Diagonalları perpendikulyar olan düzbucaq trapesiyanın hündürlüyünün onun oturacaqlarının həndəsi ortasının olduğunu ispat edin. Deməli, biz ixtiyari bir düzbucaqlı trapesiya çəksək, bu düzbucaqlı trapesiyada diagonallar perpendikulyar olsa, əvvəlcə bura A, bura B, bura H desək, bizdən deyir ki, hündürlüyün onun oturacaqlarının həndəsi ortası H bərabərdir, kök altında AB olduğunu ispat edin deyir. Və diagonallar perpendikulyardır. Buradan bu diagonal D1 diagonal olsa, bu D2 diagonalı olsa, D1 diagonalı D2 diagonalına perpendikulyardır. Biz bu şərt üçün D1 diagonalına paralel, bu nöqtədən D1 diagonalına paralel bir düz xətt çəkəcəyik şuralar və bunu uzadacaq. Və burada adlandırsam A, B, C, D bir dənə paralelogramını aldıq. Çünki qarşı tərəfləri bir-birinə paraleldir. Bura A-dırsa bu məsafənin də A olduğunu bilirik. Və bu 90 dərəcədirsə, biz bu düz xəttə paralel bunu çəkdiyimiz üçün bunlar perpendikulyar olduğu üçün, uyğun bucaqlar olduğu üçün bu bucaqda 90 dərəcə olacaq. AB, burada bir dənə L desəm, ABL üçbucağına fikir verin. ABL üçbucağı düz bucaqlı üçbucaq oldu. Bu düz bucaq təpəsindən çəkilmiş hündürlükdür.
və hipotenuza ayırdığı hissələr A və B-dir. Və biz düzbucaqlı üçbucağın düzbucaq təpəsində çəkilmiş o hündürlüyün kvadratının hipotenuza ayırdığı hissələrin hansına bərabər olduğunu bilirik. Buradan da h-ı tapanda kök altında AB olacaq. Doğru cavabımız və isbatımız oldu. Diagonalları perpendikular olan düzbucaq trapesiyanın sahəsinin onun oturacaqlarının ədədi ortası ilə həndəsi ortasının hasilinə bərabər olduğunu isbat edin. Deməli, diagonalları perpendikular olan düzbucaq trapesiyanın sahəsinin onun oturacaqlarının ədədi ortası ilə həndəsi ortası. Biz buradan uşaqlar, elə bu sualda bu trapesiyanın isbat elədiksə, elə bu trapesiyadan gələcək bu. S bərabərdir A plus B bölü 2 vur H-dır. A plus B bölü 2 bu trapesiyanın oturacaqlar cəminin yarısı, yəni ədədi ortasıdır. Oturacaqların ədədi ortasıdır. H-ın da yerinə artıq kök altında AB yazanda bu da həndəsi ortadır. Və biz isbat elədik ki, ədədi ortası ilə həndəsi ortasının hasilinə bərabər olacaq. Diagonalları perpendikular olan bərabər trapesiyanın hündürlüyünün onun oturacaqlarının ədədi ortasına bərabər olduğunu isbat edir. Bunun üçün burada çəkib isbat eləsək daha doğru olar. Deməli, diagonalları perpendikular olan bərabər yanlı trapesiya, ixtiyari bir bərabər yanlı trapesiya çəksək, diagonallarını qeyd edək. Bu 90-dır. Bu bucaq 90 dərəcədirsə, bərabər yanlı trapesiyanın diagonalları bərabərdir. Diagonallar kəsişmə nöqtəsindən də yarıya bölünür. Bərabər hissələrə ayrılır da. Yəni bu iki hissə bir-birinə bərabər, burada da bu iki hissə bir-birinə bərabərdir. İndi madəm ki bu bucaq 90 dərəcədir, onda bura 45 dərəcə, burada 45 dərəcəyə bərabərdir. Biz buradan trapesiyanın hündürlüyünü çəksək, bu 90, bura 45-dirsə, burada 45-dir. Bərabər yanlı trapesiyanın hündürlüyünü çəkəndə bu məsafə orta xətti idi uşaqlar. Bu məsafə orta xətti idi. Onun da isbatını istəyirsə verək. Bu məsafəyə A deyək, aşağı B olsa, biz trapesiyanın digər hündürlüyünü də çəksək, bu hissə A-dırsa, bu hissə də A-dır və buradan bura qədər olan məsafə, buradan bura qədər olan məsafələr bir-birinə bərabər idi. O da ümumi oturacaq B, böyük oturacaqdan çıx A bölü 2 olacaq. Deməli, buradan bura qədər olan bu A-nın üzərinə bu məsafəni gəlsəm, alaram ki, orta məxrəc 2 eləsək, 2-də, bunu da 2-yə vurdum, B plus A. Yəni, B plus A oturacaqlar cəminin yarısı orta xətdir. Bura orta xətdir, burada hündürlüydür. Və bu üçbucağa fikir versəz, bu üçbucaq düzbucaqlı, bərabər yanlı üçbucaq oldu və katetlərindən biri hündürlük oldu, digəri də orta xətt oldu. Və artıq biz isbat eləmiş olduq ki, hündürlük orta xəttə bərabərdir. Növbəti, diagonalları perpendikular olan trapesiyanın diagonalları D1 və D2 olarsa, onun orta xəttinin D1 kvadrat plus D2 kvadrat bölünsün 2 olduğunu isbat edin. Şöyle, bu bizim bayaqki sualımızdır. Eyni sual səhvdən öncə diagonalları perpendikulyar olan trapesiyanın diagonalları D1 və D2 olarsa, onun orta xəttinin olduğunu isbat edin. Deməli, bir trapesiya çəksək, bu trapesiyanın bir diagonalı D1, bu da digər diagonal olsun D2 və diagonallar perpendikulyardır. Bura A-dır, burada B-dir və orta xəttin D1, D2 ilə əlaqəsini verib. Biz bu D2 diagonalına paralel buradan çəkib bunu birləşdirsək, belə bir paraleloqram alarıq. Bu məsafə A-dırsa, bu məsafə də A olacaq. Bayaq dediyimiz kimi bu düz xəttdə paralel olduğu üçün və bu 90 olduğu üçün, uyğun bucaqlar olduğu üçün bu da perpendikulyar olacaq. Bu D2-dirsə, burada D2-dir. O zaman biz burada hal-hazırda göstərdiyim qırmızı olan üçbucağa fikir versək. Qırmızı olan üçbucaq düzbucaqlı üçbucaqdır. Bura D2-dir, katetlər. Bu kateti D1-dir. Hipotenuzu da A plus B-dir. Pifagor teoreminə görə hipotenuz bərabərdir kök altında D1 kvadrat plus D2 kvadrat yazsam, orta xətt oturacaqlar cəminin yarısı olduğu üçün, bunu da 2-yə bölsək, bu məsafənin orta xəttdə olduğunu isbat etmiş olduq.
Və sonuncu isbatımız. ABCD paralleqramının A və D bucaqlarının tən bölənləri BC tərəfi üzərində Y nöqtəsində kəsişir. Bir dənə paralleqramı çəksək. Bu paralleqramın A, B, C, D. A və D bucaqlarının tən bölənlərini Y nöqtəsində kəssək, A7 üçbucağının Y nöqtəsində kəsişir. A7 üçbucağının Y təpəsindən çəkilən median. Birincisi uşaqlar, əgər bura alfadırsa, burada alfadır. Burada alfadır, çünki daxili çarpaz bucaqlardır. Və bura betadırsa, burada betadır, çünki tən bölənləyir. Və biz bayaq da dedik, 2 alfa plus 2 beta 180'ə bərabərdirsə, alfa plus beta 90'a bərabərdir. Onda bu bucaqda düz bucaqdır, çünki bu bucağı tapmaq üçün 180'dən alfa ilə betanın cəmini çıxmaq lazımdır ki, bu da 90 olduğu üçün fərq bizə 90 verəcək. Bu bucaq 90 dərəcədir. Və bizə deyir ki, Y nöqtəsi A7 üçbucağının Y təpəsindən çəkilən median. Bu düz bucaqlı üçbucağın bu təpəsindən bir median çəksəm, düz bucaqlı üçbucağın düz bucaq təpəsindən çəkilən median A-dırsa, hipotenuz 2A-dır. Və biz bu tərəfə x deyək, bu tərəfdə x olsun. Bərabər yanlı üçbucaq olduğu üçün ABY burada x-dir və DYC də bərabər yanlı olduğu üçün burada x-dir. O zaman BC tərəfi 2x olar, AD tərəfi 2A olduğu üçün 2x 2A-ya bərabər olar, onda x də A-ya bərabər olar. Və bu paralleqramın perimetri AB tərəfi x-dir plus AD tərəfi 2A-dır. Cəmin 2 mislidir. Bu x-in yerinə A-nı yazsaq 3A eləyər bura, 2-yə də vurular 6A olar. Doğru cavab 6. Bu qədər uşaqlar, hər kəsə uğurlar. İnşallah növbəti videolarda ikinci hissənin isbat sualları gələcək. Sağ olun, hər kəsə uğurlar.